Salam uşaqlar, bugünkü mövzumuz onluq çətilərin natural ədədə bölünməsi. Səhifə 107, 108, 109. Uşaqlar, bir neçə həftədir mövzuları keçə bilmirik, bəzi problemlərlə əlaqədar. Əgər mövzuların davamının gəlməsini istəyirsinizsə, mütləq şəkildə abunə olmağı, bəyənməyi və şərh yazmağı unutmayaq. Başlayaq dərsimizə. Onluq çətilərin natural ədədə hansı formada bölünür? Bilirəm ki, bir neçə mövzu geridə qalmışam əlbəttə ki. Siz mövzuları keçmişsiniz dərsliklərdə, amma mən hələm keçməmişəm. Bacardığım qədər həmin mövzuları çatdırmağa çalışacağam. İndi başlayaq. Hansı formada bölürük inşallah onluq çətiri? Elə misal üzərində izah edəcəm. Məsələn, bizə verilir. Bir saniyə uşaqlar, səhifəni tam tapın. Aha. Məsələn, bizə verilib, elə burada nümunə götürürəm, 18,112 bölünsün 4. Mənə deyir ki, böl. Aydın uşaqlar, natural ədədi necə bölürdüksə, yəni birincini düşürdürdük, bölünürdüksə yazırdıq, düzdürmü? Sonra ikincini düşürdürdük, sıranı yenə bir-bir düşürməyə başlayacaq rəqəmlər. Bir dənə burada vergül bizi çaşdıra bilər. Vergülü nə zaman qoyuruq? Gəlin baxaq. Deyirdik. 1'in içində 4 var mı? Yox. 18'in içində 4. 4 dəfə. 4 dəfə 4'üm 16. Elədik ki, bura kimi problem yoxdur uşaqlar. Keçirik. Uşaqlar, vergül nə zaman qoyulur? Baxın, vergüldən sonraki ilk ədədi düşürdən kimi, yəni aşağı endirən kimi vergülü qoymalısınız. Mən də bölməyə davam etmək üçün nə etməliyim? Biri aşağı düşürməliyim, düzdürmü? Bir aşağı düşürdən kimi sırası vergülümü qoyuram. Bir daha deyirəm, vergül nə zaman qoyulur? Vergüldən sonraki ilk ədədi düşürdən kimi vergül qoyursunuz. Çünki vergülə çatırsınız. 21'in içində 4, 5 dəfə. 5 dəfə 4'ün 20. Çıxdım, qaldı 1. Bu birisini düşürdürəm, 12'nin içində 4, 3 dəfə, 3 dəfə 4'üm 12. Bu formada təyin olur. Bura kimi problem yoxdur uşaqlar. Bir dənə də sual üzərində işləyək. Məsələn, misal 1'in suallarına baxaq. 1-2 neçə dənə nümunəsinə. Verilib 11,2 bölünsün 7. Bir bu verilib. Bir dənəsində verilib 14,31 bölünsün 3. Bölünsün 3. Başlayıram bölməyə. 1'in içində 7. Yoxdur. 11'in içində 7. Bax, vergülə çatmamışam ha hələm. Hələm vergüldən qabaqdakılar işləyirəm. 11'in içində 7. Bir dəfə. Bir dəfə 7'm 7. Qaldı 4. Hə, vergüldən sonraki ədədi düşürdüm. 2'ni düşürdən kimi vergül qoydum. Vergüldən sonraki ədədi düşürdən kimi vergül qoydum. 42'nin içində 7, 6 dəfə, 6 dəfə 7, 42, 0. Keçdik 1,6 ilə. Burada 1'in içində 3, yoxdur. 14'ün içində 3, 4 dəfə, 4 dəfə 3'üm 12. Qaldı 2. Vergüldən sonraki ədədi düşürdürəm. 3, vergüldən sonraki ədədi düşürdən kimi vergül qoydum. 23'ün içində 3. 7 dəfə, 7 dəfə 3'üm 21, qaldı yenə 2, növbətini düşürdürəm, 1'i, 21'in içində 3, 7 dəfə, o da elədi 21. Burada problem yoxdur uşaqlar. Bu formada sıranın hər birini həll edirsiniz. Bu misalın bir dənə bəndini işləyim, yerdə qalan bəndini siz özünüz işləyəcəksiniz. 35,14 bölünsün 7. Mənə deyir ki, böl. 3'ün içində 7 yerləşmir. 35'in içində 7, 5 dəfə. 5 dəfə 7'm 35. Vergüldən sonraki nəyə düşürməliyəm? 1'i ilk ədədi düşürdən kimi vergül qoydum. Burada problem yoxdur uşaqlar. Bunu yazdım. Keçdim. 1'in içində 7. 0 dəfə yerləşmir. Yazıram. 0 dəfə yerləşir. İkinci ədədini düşürdüm. 14. Hətta bunu belə bir qayda ilə də demişdik. Əgər deyirdiniz ki, ikinci ədədi düşürdürürsə, bax birini düşürdüm, bölünmədi. İkincini düşürdürürsənsə 0 yazmalıydım. Yadınızda da uşaqlar. Və yaxud da elə bölmənin qaydasına görə
1'in içində 7. 0 dəfə 0'ı yaz mütləq şəkildə. 0'ı bəzən unutursunuz. Düşürdüm 4'ü. 14'ün içində 7. 2 dəfə. 2 dəfə 7, 14. Anladım. Bir dənə də görün bu tipli sual varsa var. 36 tam 1000'də 306 bölünsün 36 tam 1000'də 306 bölünsün 18. Aha, yazdım. 3'ün içində 18 yerləşmir. 36'nın içində 18. 2 dəfə. 2 dəfə 18. Bax, indi sual verə bilərsiniz ki, bəs müəllimə 3'ün içində 18 yerləşmir dediniz. Bəs niyə 0 yazmadınız? Yaza bilərsiniz. Bax, yazıram. Niyə yazmadım indi izah edəcəm. 3'ün içində 18 yerləşmir. 0 dəfə. 36'nın içində 18 2'dir. Düzdürmü? Uşaqlar 0-2 deyirik. Hə? 0-2. 0-2 ədədi varmı? Yəni onsuz da 2'nin qabağını nə qədər 0 artırırsan, deyirəm ki, hə 0-0-0 2 dənə alman var. Mən neçə dənə alman var? 2 dənə cəmi. Və yaxud da 0-0-0 3 dənə ruçkam var. Mənim neçə dənə ruçkam var? 3 dənə ruçkam var. Düzdürmü qələmim? Yəni 0'ın burada mənası yoxdur. Amma bu ortada 0'ın böyle bir mənası var. Bir var 0,10'da 2 olsun, bir var 5,10'da 2 olsun, bir var 5,100'da 2 olsun. Yəni böyle bir mənası var deyə onu mütləq şəkildə yazmalıyım. 36'nın içində 18, 2 dəfə. 2 dəfə 18'im 36. Elədir 0. Hə, vergülə çatdım. Vergüldən sonraki ilk ədəd düşürdən kimi vergül qoydum. 3'ün içində 18 yerləşmir 0 dəfə. Növbəti ədədi düşürdü. 30'un içində 18. Bir dəfə. Bir dəfə 18'in 18. Elədi 12. Növbətini düşürdüm. 126. 126'nın da içində 18. 7 dəfə. Qutardı uşaqlar. O da elədi 126. Aydın uşaqlar. Bu formada təyin edirsiniz. Bu oldu bizim birinci çalışmamız. Keçirik növbəti ikinci çalışmada misalların həllinə. Məsələn, bu formada suallar verilir. Gəlin bir də baxaq. Elə orada verilmiş birinci özlərinin nümunəsini izah edəcəm. Sonra misal 2'də nümunələrə baxacam. Verilib, bizə deyir ki, 3,12 bölünsün 12. 3,12 bölünsün 12. 3'ün içində 12. Yoxdur, yerləşmir, düzdürmü? 0 dəfə. Uşaqlar, bir də misal əldə edək. Dedim, 0'ı yazmağın mənası yoxdur bu hissədə. 0,2. Dediyin 0,2 tam neçəsi alınırdı. Dedim ki, burada 0'ı yəni yaza bilərsən, dedim, 0 dəfə yerləşir. Sonra işləyə bilərsən. Amma burada 0,2'nin mənası var mı dedim. 0'ı sildim. Amma uşaqlar, gəlin indi buna baxaq. Deyirəm, 3'ün içində 12. 0 dəfə. Bax, burada bir mənası var. 0 dəfə. Hə, vergülə çatdım. Vergülü qoydum sırası. 31'in içində 12. 2 dəfə. Bax, bu məndə 0 tam oje. Bax, bu 0,2 olsaydı, 0,2 tam olsaydı, deyəcəkdim, bunu tulla, bu 0'ı nə edirsən? 2 tam ölçüyor. Amma uşaqlar, burada oje 0 tamdır deyə, bu 0'ın mənim üçün çox böyük bir əhəmiyyəti var. Yəni yazın. Yazıram, deyirəm ki, 31'in içində 12, 2 dəfə edir 24. Çıxan deyirəm, 7, 72. 72'nin içində 12, 6 dəfə. 72. Problem yoxdur uşaqlar. Gəlin bir dənə sual üzərindən baxaq. Misal 2'nin suallarına baxıram. Verilib bizə 3-4 dənə nümunə birdən yazım. Sonra yavaş-yavaş həll edeyim. Verilib bizə 5,6 bölünsün 8. 0,21 bölünsün 3. 1,52 bölünsün 4.
dənə də verilib bizə 38,5 bölünsün 154. 38,5 bölünsün 154. Bu dördünü həll edirəm. İndi bundan başladıq. 5-in içində 8. 0 dəfə. Vergülə çatdım. Bax, vergüldən sonraki ədədi nəzərə alacaq. 56. 6-nı nəzərə alıram. Vergülə çatan kimi vergülü qoydum. 56-nın içində 8. 7 dəfə. 7 dəfə 8-dim. 56. Cavab verədi. 0,7. Keçdim buna. 1-in içində 4. 0 dəfə yerləşmir. Vergülə çatdım. 15-i nəzərə alıram. 5-i nəzərə alıram. Vergülə çatan kimi vergülü qoy. 15-in içində 4. 3 dəfə. 3 dəfə 4-üm 12. 32. 32-nin içində 4, 8 dəfə. Keçdim. 0-ın içində 3. 0 dəfə. Vergülə çatdım. Vergülə çatan kimi vergülü qoy. 2-nin içində 4. 2-nin içində 3. Yerləşirmi? 0 dəfə. Növbəti ədəd. 3-cü ədədə keçirəm. 21-in içində 3. Neçə dəfə yerləşir? 7 dəfə. 7 dəfə 3-ün 21. Qurtardı. Aydın uşaqlar bu. Keçək bu birisinə. 3-ün içində 154. 0 dəfə. 38-in içində 154. 0 dəfə. Vergülə çatdım. Vergüldən sonraki ədəd deyirəm. 385-in içində 54. 154. 2 dəfə. 2 dəfə 154-ün eləyir 208. Hətta 3 dəfə yerləşəcəkmi? Gəlin 3 dəfəni yazaq. 3 dəfə yerləşə bilər. 3 dəfə yerləşəndə elədi bizdə. 2, 1 yaddaş, 6, 1 yaddaş, 4. Yox uşaqlar. Elə düz yazmışdım. 2 dəfə bir yaxın. 3 dəfəsi yerləşmir. 2 dəfə bir sözlə. 8, 0, 1 yaddaş. Bir yaxın düz yazmamışdım uşaqlar. Çıxmadı. Bura şimdi problem yoxdur uşaqlar. Bunu yazdıq. 15-dən çıxanda 8 elədi 7. Burada qaldı 7. 77. Düzdürmü? 77-nin içində 154 uşaqlar. Burada siz əgər bölə bilmirsinizsə. Yadınızdadır. Bax 77-nin içində 154 yerləşirmi? Xeyr, yerləşmir. Demişdi, vergüdən sonra istədiyin qədər 0 yaza da bilərsən, silə də bilərsən, düzdürmü? Yəni ən axırda 0-ın heç bir mənası yoxdur, düzdür? Onu da deyirəm ki, özümdən 0 yazım da. 0 yazdım, düşürdüm aşağı. 770-in içində 154. 5 dəfə yerləşirmi? Gəlin baxaq. 5 dəfə yazanda 0 yazdım, 2 yaddaş, 25. 7, yenə də 2 yaddaş, 7, 770. Bəli, yerləşdi. Problem yoxdur uşaqlar burada. Bu formada həll edə bilərsiniz. Və uşaqlar burada bir şey deyim. 0,0 tam yazmağım yaxşı görsənir? Xeyr. Prosto elə 2 dəfə 0,0 tam yazmaqdansa 0 tam. %25 yaz bu qurtarır. Problem yoxdur uşaqlar burada. Bu formada həll edirik hər birini. Keçirik 3-cü suala. 3-cü sualda deyir ki, daha asan hesablamaq üçün bölünəni uyğun natural ədədlə əvəz etməklə qisməti təxmin edin. Qisməti uşaqlar təxmin eləməklə işləmirəm mən heç bilim. Təxmin eləməklə 4-cünü də işləmirəm. Siz özünüz təxmin edib yazırsınız. Növbəti suallara keçirəm mən. Misal 5-in sualına. Bölməni yerinə yetirəm. O 2 dənə sualını özünüz işləyin. Misal 5'te bizə nə deyir? 7,2 bölünsün 5. Sonra verilir. 4,1 bölünsün 4. Sonra verilir. 0,4 bölünsün 5.
9 bölünsün 4. 6 bölünsün 15. Yazaq 6 bölünsün 15. Problem yoxdur. Bak bir dənisini də yazıramsa yazım. 9,4 bölünsün 4,19 bölünsün 4. 4,19 bölünsün 4. Bunları həll edəsən bəsdir. 6-dan nümunə. Başlayaq. Bundan 7'nin içində 5 bir dəfə. Bir dəfə. Bir dəfə 5'i 5. 2. Növbətini düşürdürəm. Vericilə çatdım. Vericilə çatan kimi vericili qoydum. 22'nin içində 5. 4 dəfə. 4 dəfə 5'im 20. 2. Hə uşaqlar. Düşürdüməyə. Bax qaldı 2. Düşürməyə heç bir ədədim yoxdur. Yoxdursa nağarırdınız. İstədiyiniz qədər. Onsuz da vericil var. Vericildən sonra istədiyiniz qədər ən axırı 0 yaza bilərsiniz. 1000 dənə 0 yazın, problem yoxdur. 10.000'dən 0 yazın, problem yoxdur. İstədiyiniz qədər 0 yaza bilərsiniz. Yazdım. Problem yoxdur. 20, 20 içində 5, 4 dəfə, 4 dəfə 5 için 23 qurtardı. Bir dənə yazan kimi bölündü. Şöyle ola bilər ki, bir dənə yazan kimi bölünməsin. İkincini də yazın. Üçüncünü də yazın. Yəni nə qədər lazımdırsa o qədər 0 yaza bilərsiniz. Keçdim növbətiyə. Uşaqlar bunu bir dənə silirəm. Çünki bu sual aydın görsün. İstəyirəm. Bu bildiyi də bir şey. Keçdim. 4,1 bölünsün 4. 4'ün içində 4. Bir dəfə. Evet 4. Vericilə çatdım. Vericilimi koydum. 1'i düşürttüm. 1'in içində 4. Yerləşir mi? 0 dəfə. Düzü. Növbəti ədəd düşürtməliyəm. Bak yerləşir mi? Xeyr. Xeyr dedirsə 0 yazın. Yerləşmir. Neçə dəfə yerləşir? Yerləşmir. 0 dəfə. Все. Aha. Sonra nəyi düşürdə bilərəm? Ədədi yoxdur. Məcbur. 0. Başqa bir yönüm yoxdur. 10. Onun içində 4. 2 dəfə. 8. 2. Yenə də ədədim yoxdur. Məcbur 0. İstədiyin qədər 0 yaz. 20'nin içində 4. 5 dəfə. 5 dəfə 24'üm 20. Söy qurtardım. Ta ki qalıq 0 alınana qədər sıfırları yazmağa davam edirəm. Keçdik buna. 0'ın içində 5. 0 dəfə. Vericilə çatdım. 4'ün içində 5. 0 dəfə. İndi ədədim yoxdur. 0 yazıram. Məcbur. 40'ın içində 5. 8 dəfə. 8 dəfə 5'im 40. Tamam oldu bu. 9'un içində 4. 2 dəfə. 2 dəfə 4'üm 8. Qaldı 1. İndi uşaqlar burada vericil yoxdur. Yadınızdadırsa ədəd natural ədəd idisə demişdik vericil hardadır? Ən axırda. Prosta vericil qoymurlar da. 9 vericil 0,0 yazmanın nəyəsə mənası var mı? 9'du. Axırda sıfırlar sinir. 9 vericil 0'ı yazdım. 10. Onun içində 4. 2 dəfə. Uşaqlar vericilə çatdım deyə. Baxın görürdünüz. Vericili qoymurdum. Denən 0'ı düşürdüm. Vericili qoydum. 0'a çatdım. Onun içində 4. 2 dəfə. 2 dəfə 4'üm 8. Ədəd yoxdur. 0. 20'nin içində 4. 5 dəfə. 6. 6'nı böləndə 15'ə. 6'nın içində 15. 0 dəfə. 6'dan sonra vericili yazmaq olurdu. Düzdürmü? Vericilə çatdım. 60'ın içində 15. 4 dəfə. O belə də 60. Keçdik buna. 4'ün içində 4. Bir dəfə. Vericilə çatdım. 1'i düşürdüm. 1'in içində 4. 1 düşürdüm. 0 dəfə. 19'un içində 4. 4 dəfə. 4 dəfə 4'üm 16. Bu da elədir 3. Ədəd yoxdur. 0 yaz. 30. 30'un içində 4. 7 dəfə. 7 dəfə 4'üm 28. Qaldı 2. Birdən 0 yazıram. 20'nin içində 4. 5 dəfə. Çox qurtardım. O da elədir 20, 0. Bu formada işləyirsiniz. Vericildən sonra ən axıra əgər ədədiniz qalmayıbsa
istədiyiniz qədər 0 yaza bilərsiniz. Bu birinci qayda. İkinci qayda, əgər ədədi düşürtdünüz, bölünmürsə, 0 dəfə yaz, sonra növbəti ədədi düşürt. Bu ikinci qayda. Üçüncü, vergül nə zaman düşürdürsən, vergülə çatan kimi gördün, hə, bu ədədin qalmadı. Sən vergüldən sonraki ədədi düşürdürsən, yəni 2-ni düşürdürsən, vergülü mütləq şəkildə yazmalısan. Aydındır? Bu formada təyin olunur. Yəni, burada başqa bir qayda yoxdur. Elə suallarda onun ətrafında cəm edəcək. Keçdik növbətiyə. Altıncı sualda bizə nə deyir? Sürətli məxrəci bölməklə adi kəsrlə olmuş kəsr şəklində yazın. Aha, 5-də 4 verilib, 8-də 7, oradan buradan yazacağım. Verilib 60-da 24, 60-da 24-ü ixtisar aparıb daha rahat yazmaq olur. Prosto bölməklə işləyim, problem yoxdur. Verilib 70'de 35. Bunları yazıram. 5'de 4 yazıram. 4. Kəsr xətti nə deməkdir? Bölmə. Böl 5. Burada problem yoxdur uşaqlar. 4 böl 5. 4'ün içində 5. 0 dəfə. Hə, vergül qoyub istədiyin qədər natural ədədi. Gördüm, bölə bilmirsən, vergülü qoy, istədiyin qədər 0 yaz. Hə, vergülə çatdım, 40. Vergülü qoyun, vergülü çatan kimi. 40'ın içində 5, 8 dəfə, 8 dəfə 5'i 40. 0'dan 10'da 8. Cavab 1'də yazma. 8'də 7. Yazdım, 7 bölünsün 8. Bölünsün 8. 7'nin içində 8. 0 dəfə. Nə varım? Vergülü qoy 0 yazdım. Şurada. Vergülə çatdım. 70 deyirəm. Vergülə çatdım. Vergül. 70'in içində 8. 8 dəfə. 64. Qaldı 6. Ədəd yoxdur. 0 yaz. 60'in içində 8. Neçə dəfə yerləşir? 7 dəfə. 56. Qaldı 4, 0 yazdım. 40'ın içində 8, 5 dəfə. Qurtardı. Cavab elədi 0'dan 1000'də 875. Aydındır uşaqlar. İndi bu birisinə baxaq. Uşaqlar, bu normalda əgər mənə desəydi ki, onluq kəsr şəklində yaz, bunu mən yəni bölmə əməlindən istifadə eləməzdim. Səbəb niyə? Deyərdim ki, sürətlə məxrəclər 6'ya bölünür, o da eləyərdi 10'da 4, o da bərabər 0,4. Yəni avtomatik bunu belə yazardım. Yox, indi deyir ki, kəsr xəttindən istifadə edib yaz. Hə, onda başqa cür yazıram. 60'da 24. Yəni dediyi kimi yazıram. 24 bölünsün 60. 24'ün içində 60. 0 dəfə. Vergülü qoy, istədiyin qədər 0 yaz. 240'ın içində 60. 4 dəfə. 4 dəfə 60, 240. Yəni eyni cavab alınır onsuz da. Keçdik buna. Bunda da həmçinin uşaqlar sürətlə məxrəcləri 7'yə bölüb 10'da 5 yazıb. O da bərabər 0,5 yazma olur. Amma deyir kəsr xəttindən istifadə elə. Bax yaxşı. 35'in içində 70. 0 dəfə. Vergül qoy 0 yaz. Vergülə çatdım. 350'nin içində 75 dəfə. 5'dən düzəldə. 5 dəfə. O da elədir 350. Aydındır uşaqlar. Burada problem yoxdur. Bu formada hər birini həll edirsiniz. Keçirik uşaqlar növbəti 7-ci tənlikləri həll edin. Gəlin bir iki dənə tənlik üzərindən baxaq. Görək necə həll edirdik.
Vuruq hasil olanda vuruqlardan birini tapanda nə ayırırdıq? Hasili digər vuruqa bölürdük. Düzdürmü? Vurma olanda demişdik ki, bu üzə keçəndə olurdu böl. Avtomatik bölməyə çevrilirdi. Yadınızdan çıxmasın. Verilib 5 vurulsun x bərabərdir 6,2. Bir bunu həll edirəm. 9 vurulsun a bərabərdir. Cəmi 4 dənəsini yazarım. 9,136 qalanların özünü ölçün. Verilib 2,7 bölünsün y. 2,7 bölünsün y bərabərdir 18 verilib deyəsən 18. Bərabərdir 18. Bir dənəsində yazaq. 3,5 9 bölünsün c bərabərdir 6. 9 bölünsün c bərabərdir 6. Çıx burada. İndi bu vurudursa bu üzə keçəndə bölünmə olurdu. X bərabərdir 6,2 bölünsün 5. Düzdürmü? Çubuqlu bölmədən istifadə edirəm. 6,2 bölünsün 5. 6'nın içində 5 bir dəfə. Bir dəfə 5'in 5. 1. Vergülə çatdım. Vergülü koy 12. 12'nin içində 5 2 dəfə. Ədədim yoxdur. 0 yaz. 20. 20'nin içində 5 4 dəfə. O da elədir 20. Qaldı 0. Çıx. 1 tam x bərabərdir. 1 tam %24. Aydın uşaqlar. Problem yoxdur burada. Bu formada həll elədik. Silin buranı boş olsun. Keçirəm növbətiyə. Bu üzə keçəndə vurmadırsa, arasında vurma varsa, bu üzə keçəndə avtomatik böl. A bərabərdir 9,136 bölünsün 9. Yazdım. Başlayalım. 9,136 bölünsün 9. Çoxlu bölmədən istifadə edirəm. 9'un içində 9 bir dəfə. Vergülə çatdım. 3'ün içində 9 0 dəfə. Növbətini düşürdüm. 36. 36'nın içində 9 4 dəfə. 4 dəfə 9'un 36. Çıx. Cavab elədi. A bərabərdir 1 tam %4. Formatı təyin olunur. Keçirik. Bölünən bölən qismət. Uşaqlar, bölən tapmaq üçün bölünəni qismətə bölürük. Yəni, y bərabərdir. 2,7 bölünsün 18 yazmamız kifayətdir. Yazıram. 2,7 bölünsün 18. 2'nin içində 18 0 dəfə. Vergülə çatdım. 27'nin içində 18 bir dəfə. 9. Ədədim yoxdur. 0 yazıram. 90'ın içində 18 5 dəfə. Cavab elədi. Y bərabərdir 0,15. Qaldı birdən bu. C bərabərdir 9 bölünsün 6. 9 böləndə 6'ya çoxlu bölmədə istifadə edirəm. Bir dəfə 6 3 qaldı. Vergülü koy. İstədiyin qədər 0 yaz. 30'un içində 6 vergülə çatdım deyə burada vergül. 5 dəfə. Çox qurtar. C bərabərdir 1,5 formasını təyin oldu. Aydın uşaqlar, bu formada hər birini həll edib cavabları təyin edirsiniz. Aydındırsa məsələlərə özünüz baxırsınız. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.